Salam, vloguma xoş gəlmisiniz. Bu gün Miriyedə universitetin təşkil elədiyi Ujqavenes tədbirinə gedəcəyik, amma ondan əvvəl banka getməli idim. Çünki bankda işim var idi, kartımla bağlı bir problem var idi. Nəysə, havanın günəşli olmağına baxmayın, həqiqətən hava çox soyuqdur. Bankdan çıxdım, gedirəm universitetin botanika bağına. Ujqavenes Litvanların qışa sağ ol deyib yazı qarşılama bayramıdır. Bu bayramı həqiqətən çox təntənəli qeyd edirlər. Bizim Novruz bayramımızla eyni mənanı daşıyır. Burada Litvan qadınlar pankek düzəldirdilər. Pankek bu bayramın simvoludur. Burada dadına baxıram, həqiqətən çox bəyəndim. Bu bayramın əsas simvolu moredir. Bu gördüyünüz qadın fiquru more adlanır və onlar moreni yandıraraq qışı qovduqlarına inanırlar. Bu gün çöldə -20 dərəcə soyuq vardı, üstünə də külək əsirdi. Neynəsəm də isinə bilmirdim. Burada mən də onlarla biraz rəqs elədim, amma qrup yoldaşım videonu tam çəkə bilməyib deyə pis oldum. Nəysə, sizi bəzi görüntülərlə baş-başa buraxıram. Tədbir bitdi, güya yazı qarşılamağa yığışmışdıq, amma yaza xəbər verməyi unutublar. Nəysə, donaraq evə qayıdıram. Bu qədər idi. Sağ olun.